İmamın zuhuruna hər kəsin ehtiyacı var. Çünki İmam Zamanın dönəmində bütün dünya Allah istədiyi belə deyək, şəraitdə olacaq. Allaha bəndəlik etmək üçün münbit bir şərait yaranacaq. Elə bir münbit şərait yaranacaq ki, insanlar sürətlə Allaha bənd olacaqlar. Şəraitdən əlavə və yaxud da şəraitin içinə imamın özü də daxildir. İmamın özünü hiss eləməyimiz həddindən artıq asan olacaq. İmamı görməyimiz rahat olacaq. İmamı görməyimiz asan olacaq. Bütün dünya ilahi höccəti rahatlıqla seyr eləyəcək. Rahatlıqla ilahi höccətə yaxınlaşa biləcək. İndi mən maddi cəhətdən bilmirəm. Elə hesab edirəm ki, o da təmin olunmalıdır. Çünki əgər problem azalırsa, o da azalmalıdır. Onun üçün də bir şey fikirləşməlidir. Amma mənəvi cəhətdən zaten çox yaxınlaşacaqlar. İnsanlıq mənəvi cəhətdən öz imamına həddindən artıq yaxınlaşacaq. İnsanlar hər gün imamını görəcək.